Gördüyümüz bütün əşyaları ilə birlikdə 62 kvadrat metrdən ibarət kupça hazır əldə olan mənzil təqdim edirəm sizlərə. Mənzilimiz bir otaqdan 2 otağa düzəlmədir. Tam əşyalı şəkildə satılır. Xırdalan şəhərinin mərkəzində Heydər prospekti üzərində inşa olunmuş 16 mərtəbəli binada yerləşir. Qonaq otağından eyvana çıxış var. Görürsünüz, belə bir eyvanımız var. Həm qonaq otağından, həm yataq otağından eyvana çıxış var. Tam əşyalı şəkildə satılır. Mərkəzdə yerləşir. Baxın, prospektin tam kənarında. Əla bir təklifdir. Mənzilin istilik sistemi kombi sistemidir. Kombi, radiator hər biri quraşdırılıb. Bina tam yaşayışlı binadır. Bütün kommunallar fasiləsiz olaraq verilir. Binada 2 ədəd sürətli lift var. Qeyd etdiyim kimi tam yaşayışlı əla bir bina. Yeraltı avtodayanacağı, geniş həyət hissəsi, binanın birinci mərtəbəsində böyük supermarket. Əla bir təklifdir. 2 və 9 saylı məktəblər tam yaxınlıqda, köhnə və təzə bazarın bir addımlığında yerləşir. İndi isə davam edək mənzilin digər hissələri ilə. Yerləşir mənzilin əsas giriş qapısı. Giriş qapıdan daxil olarkən belə bir gözəl foyer hissəsi var, geniş ölçüdə. Sağda sanuzeldir. Bütün aksesuarlarla təchiz olunmuş formada. Tam əla yaşayışa hazır mənzil. Al, dərhal köç, yaşa və yaxud kirayə ver. Yəni bütün əşyalı şəkildə satılır. Burada da isə mətbəx hissəsidir mənzilin. Mətbəxdə də gördüyümüz bütün əşyalar, elektronika daxil hər biri qalacaq. Kupçalıdır, kupça hazır əldədir. Sonda isə sizə təqdim edəcəm mənzilin yataq otağını. İçəridə yerləşir mənzilin yataq otağı. Belə bir gözəl ölçüdə yataq otağı var. Yataq otağından da eyvana çıxış var. Kupçalı, əla təmirli mənzil təqdim etdim sizlərə. Buradan da belə bir çıxış eyvana. Mərkəzdə əla bir ərazidə. Al, dərhal, köç, yaşa. 62 kvadrat metrdən ibarət Xırdalan şəhərinin tam mərkəzində. Otaq ölçüləri əla, ideal şəkildə. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə ola bilərsiniz. Bizi Instagram və TikTokdan izləyə bilərsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Dəyərli izləyicilər, bu günə bu qədər. Növbəti çəkilişlərdən görüşənədək.